Növbəti tamaşaçımızı eşidək. Axşamınız xeyir olsun, buyurun. Axşamınız xeyir olsun, buyurun, eşidək sizi. Telefon xəttində problem yarandı. Geri dönüş oldusa eşidək sizi. Axşamınız xeyir olsun, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Məndə dəmir əksikliyi var, bir də hemoqlobin. Biraz ucadan mümkünsə. Dəmir əksikliyi var, analiz vermişəm. Bir də hemoqlobin əksikliyi. Dəmir Onun əksikliyi. üçün mənə Ferdiksel yazıblar. O da mənə kömək eləmir də, dəmir artmır. İndi Elnur doktordan soruşmaq istəyərdim ki, təbii məsələlər nələr istifadə eləmək olar? Yaxşı. Təşəkkür edirik zənginizə görə. Dəmir defisitli anemiya, yəni qan azlığı, qan azlığının ən sıx Bəli, qabağımıza köküdür də. çıxan səbəblərindəndir. Onun da ən çox səbəbi alimentar qidalanma. Qidalanma, qeyri-düzgün qidalanma olarsa, dəmir defisitli anemiya düzəlməz. Buradan dəmiri ver, buradan 6 həftəyə düzəldi, sonra yenə də yerində, deposunda olmayacaq və gedəcək. Dəmir defisitli anemiyası olan insanlar halsızlıq, yorğunluqdan, çarpıntıdan, iştahsızlıqdan, baş ağrılarından, əhvas, bəli, çox ciddi baş ağrıları. Əzgi, süsləşmiş vəziyyətlər. Ona əziyyət çəkə bilər. Bəli. Mən yaxşı bir təbii məhsul deyə bilərəm. Küncütlə keçi buynuzunun soyuq sıxımının qarışımı. Küncütün yağından götürə bilərsiniz 100 milli. Yarım 500 milli də keçi buynuzunun bəhməzliyirsə mən soyuq sıxımın qeyd edə bilərəm. Daha az temperatura məruz qalan. Qarışdırıb hazır bir qarışıq hazırlaya bilərsiniz. Hər səhər bir xörək qaşığı yeyin. Bir də arı məhsulu var. Adı güləm adlanır. Arı çörəyi və ya perqa deyirlər. Həmin arı çörəyindən çəkinizə uyğun olaraq 10-12 ədəd hər gün yeməyinizi tövsiyə edirəm. 2 ay istifadə edə bilərsiniz. Keçi buynuzu. Küncüt yağı ilə, küncüt yağı 100 milli, keçi buynuzunun bəhməzi 500 milli. Hazır məhsul kimi istifadə eləsin. Güləm də 2 ay müddətində istifadə edə bilər. Güləmin digər adı da arı çörəyidir. İnşallah ki də təsiri olar və əslində amma dəmir defisitli anemiya çox ciddi xəstəlikdir. Gərək ki bunun köklü surətdə əlini tapsın.